Salam əziz şagirdlər, bu videomuzda da sizə növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərti belədir. Kombinizon 8-dən x minus 15-ə bərabərdir kombinizon 8-dən y plus 4 bərabərliyində x çıxılsın 15 fərqlidir y plus 4 olarsa x plus y cəmini tapın. Əvvəlcə qaydanı yadımıza salaq. Kombinizon n-dən k-ya bərabərdir kombinizon n-dən n çıxılsın k-ya. Və burada biz k ilə n çıxılsın k-nı toplasaq, k üstə gəlinsin n çıxılsın k, k-lar islah getsə bərabərdir n olur. Deməli, bu şəkildə bir qayda deyə bilərik ki, kombinizon n-dən k-ya bərabərdir kombinizon n-dən m olarsa, burada iki hal var. Birinci hal k bərabərdir m olmalıdır. İkinci hal isə k üstə gəlinsin n bərabərdir n olmalıdır. Misalın şərtində bizə verib ki, x çıxılsın 15, y üstə gəlsin 4-dən fərqlidir. Əgər bunlar bir-birindən fərqlidirlərsə, o zaman bunların cəmləri 8-ə bərabər olmalıdır. X çıxılsın 15, üstə gəlsin, deməli, y üstə gəlinsin 4 bərabərdir 8-ə. X üstə gəlinsin y çıxılsın 11 bərabərdir 8. Buradan da alırıq ki, x üstə gəlsin y bərabərdir 19.